Masallı rayonunda 34 yaşlı kişi ailə münaqişəsində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib. Hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Emin yaşadığı fərdi yaşayış evində arvadı Ləmanın onun paltarlarını düzgün seçərək çantasına yığmaması ilə bağlı onunla mübahisə edib. Ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı o arvadının bədəninin müxtəlif nahiyələrinə yumruq və şillə ilə bir neçə dəfə vurub ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə ifadə verən Emin bildirib ki, Ləman ilə 2015-ci ildə ailə həyatı qurub, lakin rəsmi nikahları yoxdur. Faktiki nikahdan 3 az yaşlı övladım var. Əvvəllər də Ləman ilə ailə daxili münasibətlər zəminində aramızda mübahisələr olub. Məlum hadisədən əvvəl Bakı şəhərinə getməyə hazırlaşmışdım. Həmin gün evdə bir qədər araq içdim. Bakı şəhərinə getmək məqsədi ilə Ləmana paltarlarımı hazırlamasını bildirdim. Ləman paltarlarımı çantaya yığdıqdan sonra köhnə paltarlarımı yığdığını gördüm. Buna görə də ona iradımı bildirdim. Köhnə paltarlarımı çantaya yığmasının səbəbini soruşdum. Bu zaman Ləman aqressiv cavablar verdi. Bu səbəbdən Ləmanla aramızda mübahisə yarandı. Mübahisə zamanı Ləmanın ünvanına nalayiq ifadələr işlətdim. Buna görə də Ləmana yaxınlaşaraq ailə şillə ilə 2 dəfə vurdum. Ləmanın sakitləşmədiyini gördüm. Yumruqla kürək nahiyəsinə zərbə vurdum. Lakin içkili olduğumdan necə zərbə vurduğumu xatırlamıram deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ləmandan uzaqlaşıb və aralarında olan mübahisə bitib. Aramızda olan mübahisə təxminən 5-10 dəqiqə arası davam etdi. Mübahisə bitdikdən sonra evdən çıxaraq Bakı şəhərinə getdim. Sonradan mənə məlum oldu ki, Ləmanın atası yaşadığımız evə gələrək onu azyaşlı uşaqlarım ilə birlikdə Bakı şəhərinə aparıb. Həmin tarixdən indiyədək Ləman ilə ayrı yaşayırıq deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Zərər çəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxsdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini, əri tərəfindən şiddət gördüyünü bildirib. O ifadəsində göstərib ki, ərin ilə barışmayıb, ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İttiham üzrə ifadə verən təqsirləndirilən şəxs özünü həmin ittiham üzrə təqsirli bilib. Bu cinayət işinə Masallı rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Emin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.